verilişimiz əskərlərimizin asudə vaxtına təsadüf etdi. Komanda TV davam eləyir. Hal-hazırda əskərlərin asudə vaxtına təsadüf etmişik və əskərlərimizi yaxından tanıyacağıq. Əziz əskər anaları, ekrana yaxın əyləşin. Sizin övladlarınız da buradadır. Onların necə xidmət aparmağı barədə sizə məlumat verəcəyik. Xoş gördük. Savaş Namazov. Namazov, neçə aydır xidmət edirsən? 15 ay. Ay maşallah, artıq sən xidməti geridə qoymusan. İstərdik bax, ilk növbədə sənin dilindən eşidək, bizə gənclər baxır. 15 ay xidmət etmiş bir əskər kimi əskərlik xidmətinə hazırlaşan gənclərə nə söyləmək istəyərsən? Qalib olur, ısrarla xidmət edirəm. Hər bir gəncə demək istəyirəm ki, gəlib xidmətini eləsin. Komandiriyətdə bizə qardaş kimidirlər hamısı. Var ol, sizi tanıyaq. Mən Əskər Tumaslı. Tumaslı, siz neçə aydır xidmət edirsiniz? Artıq bir ildir daxili qoşun sırasında xidmət edirəm. Var ol. Bax, bu bir il xidmət etdiyin müddət ərzində özündə hansı dəyişikliklər hiss eləmisən? Bir il ərzində daxili qoşunların sırasında vətənimizə, dövlətimizə xidmətimlə fəxr edirəm və özümə yeni dostlar, qardaşlar qazanmışam. Mən də hər bir Azərbaycan əskəri kimi qalib ordunun əskəri olaraq dövlətimizə xidmətimlə fəxr edirəm və qürur duyuram. Var ol, biz də səndən qürur duyuruq. Bax, bizim Komanda TV vasitəsilə sənin yaxınların, səni tanıyanlar baxır. Onlar da səninlə qürur duyur. Onlara nə ürək sözün varsa buyur söylə. Buradan ailəmə, yaxınlarıma, bütün Azərbaycan xalqına salamlarımı göndərirəm. Hər şey qaydasındadır, narahatçılığa ehtiyac yoxdur. Bütün gənclərimizə də öz şərəfli borcunu yerinə yetirməyi tövsiyə edirəm. Var ol, sənə uğurlu xidmət arzu edirik. Sizi tanıyaq. Əskər Bünyatov. Bünyatov, sən neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Və bu 2 ay xidmət ərzində özündə hansı dəyişikliklər hiss etdin? Özümdə yeni dostlar qazandım, bura gəldim. Komandir heyəti yaxşıdır, şükürlər olsun. Daxili qoşunlarında sıralarında fəxr edirəm burada xidmət eləməklə. Var ol, biz də səninlə fəxr edirik. Bax, Komanda TV vasitəsilə sənin valideynlərin izləyir. 2 ayda onlar səni görmürlər. İstəyərdik, sən ora baxaraq öz ürək sözlərini valideynlərinə söyləyəsən. Heç nədən narahat olmasınlar, darıxmasınlar. Şükür Allaha, yaxşıdır hər şey. Var ol, sənə xidmətində uğurlar. Tez bir zamanda xidməti başa vurub geri dönəsən. Sizi tanıyaq. Əskər Məmmədli. Məmmədli, siz neçə aydır xidmətdəsiz? 1 ildir. 1 ildir. Bu 1 il ərzində daxili qoşunlarda xidmət edirsən də. Hansı dəyişikliklər oldu səndə? Ümumiyyətlə, daxili qoşunlarda xidmət eləmək sənə nə deməkdir? Dözüm, iradə Təlimləriniz necə keçir? çox yaxşı. Sənin də valideynlərin baxır Komanda TV vasitəsilə. Nə ürək sözün varsa ora baxaraq söyləyə bilərsən. Evdəkilər hamısı salamlarımı diləyirəm. Sağ-salamatlıqdır, heç bir narahat olmasınlar. Sizi tanıyaq. Əskər Nurəliyev. Nurəliyev, sən neçə aydır xidmət edirsən? 12 ay. Ay maşallah. Necədir 12 ay ərzində öyrəşmisən artıq? Şükür Allaha, hər şey qaydasındadır. Komandir heyəti, mövcud şərait, hər tür şərait yaradılıb bizə, sağ olsunlar. Qalib ordu sıralarında, daxili qoşunlarda xidmətində fəxr edirəm. Hər şey qaydasındadır. Komandir heyətdə bizə çox yaxşı münasibət göstərir. Hamısından Allah razı olsun. Var ol. Ailədə neçə nəfərsiniz? Ailədə 5 nəfər. 5 nəfər. Ən çox kim üçün darıxmısan? Belə fərq qoymaq istəmirəm, amma balaca bacım üçün darıxmışam. Bax, balaca bacın buradan sənə baxır. Sənin ailən baxır sənə. Amma ürək sözü, bax, şans yaratmışıq. Buyur söylə. Anama, atama, bacılarıma, yaxınlarıma, dostlarıma, hər kəsə salamlarımı çatdırıram. Narahat olmasınlar, darıxmasınlar, az bir müddət qalıb, inşallah sağ-salamatlıqla qovuşacaq, qayıdacam evə. Var ol, sən yaxşı əskərsən. Ümumiyyətlə, bütün bizim əskərlər yaxşıdır. İstəyərdim sənə bir şans yaradım. Zəng edək, balaca bacından danış. Əskərimizə şans yaradırıq. Balaca bacısından danışsın, canlı Komanda TV-də. Zəng edirik. Ananın nömrəsidir. Birinci ananla danış, sonra balaca bacı ilə danışarsan. Harada ola bilər deyirsən? Alo, salam ana, necəsən? Salam verəm, sağ ol, sən necəsən? Sağ ol, yaxşı olasan. Keyfin əhvalı necədir? Şükür Allaha verəm, sağlıqdır, sağ ol. Hal-hazırda Komanda TV verilişində çəkilişdəsiz anam. Əskərimizə şans yaratdıq. Anasıyla telefon vasitəsilə danışır. Dedik, ən çox kim üçün darıxmısan? Dedi, hər bir kəs üçün darıxmışam, amma bacı üçün çox darıxmışam. Ahu hardadır ana? Ahu, Bəli, bəli. evdədir, mən məktəbdəyəm. Dərsdədir Evə deyə. yığarıq. Evdə kimsə var? Evdə hal-hazırda telefon işlədən yoxdur ona görə. Sağ ol ana, var ol. Salam. Salam dua de evdəkilərə. Sağ ol. Sağ ol. Məndən də yaxşı. Sağ ol. Yaxınlaşırıq növbəti əskərimizə. Xoş gördük. Əskər İsmailov. İsmailov neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Darıxmısan ev üçün?
Belə də çox Öyrəşə bildin bura. Bəli, öyrəşə bildim. Necədir ümumiyyətlə özünə dost qardaş qazanmısan? Bəli, çoxlu dost qazanmışam. Komandir heyəti də yaxşıdır hamısı. Evdəkilər üçün darıxırsan? Bəli. Bax, Komanda TV vasitəsilə sənə baxırlar. Buyur, nə ürək sözün varsa söylə. Buradan anama, atama, dostlarıma, hər kəsə Azərbaycan xalqına salam deyirəm. Var ol, sənə xidmətində uğurlar. Sizi tanıyaq. Əskər Hamzadır. Hamza desəm neçə aydır? 2 ay. 2 ay. Sən də darıxmısan yəqin. Bəli. Bax, valideynlərin baxır, sən də salamlarını söyləyə bilərsən. Mən də salam deyirəm. Hər şey yaxşıdır, narahat olmasınlar. Ümumiyyətlə, bu 2 ayda da yeməklər, qalmaq, necədir burada? Öyrəşmisən yoxsa? Bəli, öyrəşmişəm, hər şey yaxşıdır. Yeməklər dadlıdır. Bəli. Sənin xidmətində uğurlar, yaxınlaşaq növbəti hərbi qulluqçumuza. Xoş gördük. Əskər Əliyev. Əliyev, neçə aydır xidmət edirsən? 9 ayda xidmət edir. Bax, 9 ay xidmət edirsən. 9 ay xidmət etdiyin dövr ərzində özündə hansı dəyişikliklər olub? Özümdə bir çox dəyişikliklər görmüşəm. Məsələn, çətinliklərə qarşı dözümüm artıb, yeni dostlar qazanmışam. Daha sonra hərbi xidmətin bir çox incəliklərinə yiyələnmişəm. Komandir heyətimiz sağ olsun, çox bilikli, təcrübəli komandir heyətimiz var. Bizə hərbi xidmətin bütün incəliklərini öyrədirlər. Və son olaraq demək istəyirəm ki, daxili qoşunlarda, xüsusən də bu hərbi hissədə xidmətimlə fəxr edirəm. Var ol, sən də yəqin ki, evdəkilər üçün darıxmısan. Bizim Komanda TV vasitəsilə bu ürək sözləri söylə. İlk öncə ailəmə salam deyirəm və demək istəyirəm ki, hər bir şey çox yaxşıdır. İnşallah qısa bir zamanda mən də hərbi xidməti bitirib evə gələcəm. Var ol, sənə xidmətində uğurlar. Sizi tanıyaq. Əskər Həsənli. Həsənli, sən neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Öyrəşə bilmirsən? Bəli, təbii ki. İlk gələndə özündə hansı çətinliyi hiss elədin? İlk gəldiyim vaxtlar biraz çətinlik çəkirdim. Əskər həyatına öyrəşməyə biraz zaman aldı, amma artıq 2 aydır ki, gəldiyimə baxmayaraq özümdə şəxsi disiplin formalaşdırmışam və hərbi həyatına öyrəşmişəm. Bu istər gələcək həyatım, istər hərbi həyatım üçün çox gözəldir. Var ol, bax gələndə ilk dəfə hansı qardaşlıq münasibəti hiss elədin? Komandirlər sənə necə yanaşdılar? O barədə zəhmət olmuş. Bəli, ilk öncə bizi komandirlər qarşıladı və bizə qardaşlıq münasibəti göstərərək sanki bir ailə olduq. Daha sonra növbəti gələn yoldaşlarla mehribanlaşaraq bir bölük formalaşdırdıq, bir kiçik ailə formalaşdırdıq. Səni də tanıyaq. Əskər İsayev. İsayev, neçə aydır xidmət edirsən? 12 ay. Bax, sənin də valideynlərin izləyir. Buyur, ürək sözlərini söylə. Buradan valideynlərimi salamlayıram, bütün Azərbaycan xalqını salamlayıram. Fəxr edirəm ki, daxili qoşunda xidmət edirəm. Sənə də xidmətində uğurlar. Bax, belə, əziz tamaşaçılar, gördüyünüz kimi daxili qoşunlarda xidmət edən əskərlərin hər biri qürurlu övladlarımızdır. Onlar qalib ordu sırasında xidmət edirlər və gördüyünüz kimi asudə vaxtlarında qısa da olsa istədik ki, onları sizlə danışdıraq, onlar öz salamlarını sizlərə yollasınlar və biz hər zaman çəkiliş elədiyimiz hərbi hissələrdə şahid oluruq ki, artıq qalib ordu sıralarında xidmət edən əskərlərdə böyük ruh yüksəkliyi var və komandir heyətinin onlara qarşı olan münasibətləri çox yaxşıdır və buradan gənclərə söyləmək istəyirəm ki, siz də əskərlik xidmətinə gələn zaman siz üçün çətinlik olmayacaq.